Seyfəddin Dağlı. Sovqatın bu imiş hekayə. Axı nə səbəbi sən bu uşağa öcəy göz ilə baxırsan? Əli Məmməd kişinin növbəti danlağına cavab olaraq Ağaməd balaca oğlu Gülməmmədin motal qarnını təbil təkin sillələyib gülümsədi. Niyə ay dədə? Maşallah top kimidir nəvən. Yerə vursan yer çatlar. Əli Məmməd kişi oğlunun əlini nəvəsinin qarnından kənar itələyib daha da coşdu. Onu sən yox, gəlinim yedizdirib içirir. Bu bir. İkincisi də sən Gülməmmədin qarnına yox, qədrinə bax. Qədrinə nə olub bəyəm? Onun çılpaq qalıbdır nəvən. Ayak yalın ya başaqçıqdır mı Gülməmməd? O paltarı da sən yox, mən almışam nəvəmə. Bu üç. Dördüncüsü mənim dediyim o da deyil. Bəs nədir sənin dediyin? Belə mənim dediyim odur ki, oğluna oyun oyuncaq al. Nəvəmin gözü qohum qonşu uşaqların əllərində qalmasın. Nə vaxta qədər qamış atı ilə kəndin zıpalçığı içində yortacaq Gülməmməd. Kolxoz maşını altındadır. 2 gündən bir rayon mərkəzindəsən. Bir yol əlində balama sovqat gətirmisənmi? Ya özün bir arabacıq qayırmısan buna? Bir gül kolu bastırmısan madına? Ağaməd səsini alçatdı. Hən onu deyirsən? Əli Məmməd kişi səsini ucaltdı. Bu azdır. Balaca Gülməmməd də qara bığlı atası ilə ağ saqqallı babasının arasına girib ağlamsıdı. Odur, təzə il gəlir. Hamının dədəsi şəhərdə təzə oyuncaqlar alıb uşaqlarına. Mənim isə heç nəyim yoxdur. Hə, deyə Ağaməd yuxudan ayılmış kimi birdən çığırdı. Yaxşı, lap elə günü bugün gedib sənə yeni il sovqatı gətirərəm. Həqiqətən köhnə ilin son günləri idi. Yeni il bolluca qar topaları ilə qapını döyürdü. Axşam düşər düşməz Ağaməd yük maşınına oturub kənd kənarında ağ hasar kimi ucala meşəyə sarı yol aldı. Bir müddət sonra maşınının canavar gözü təki parıldayan qoşa fənəri həyəti işıqlandırdı. Ağaməd səskü ilə qapını açıb evə girdi. Çiyinini aşırdığı cavan şam ağacını döşəməyə atıb ucadan səsləndi. Hə, deyala, Gülməmməd, bu da sənə yeni il sovqatı. Əli Məmməd kişi kəsilmiş ağacı təəccüblə süzüb soruşdu. Hə? Nədir dedim bu? Ağaməd şəstini qırmadı. Yolka, o nə mənədir? Yeni il sovqatı dayna, sabah bəzəyəcəyəm nəvən üçündə də. Əli Məmməd kişi tənbəl-tənbəl yerindən qalxıb kəsilmiş ağaca yaxınlaşdı. Diqqətlə onun yaşıl budaqlarına baxdı və birdən ilan vurmuş kimi oğlunun üstünə atıldı. Bu şamı niyə kəsmirsən ay bişur? Ağaməd yenə qərardan getmədi. Sizlər onu bilməzsiniz. Yeni il bayramında şəhərlərdə yolka bəzəyirlər. Buralarda həmin ağacdan yoxdur deyə mən bunu tapmışam. Tapmısan hardan? Meşədən. Əli Məmməd kişinin dodaqları əsdi. Deməli, sənin bayram sovqatın bu imiş. O aram-aram bıçağını cibindən çıxartdı. Əyilib ağacdan uzun bir budaq kəsdi. Dikəlib yaşıl yarpaqlarını yondu. Belə də insafsızlıq olarmı? Xalq zəhmət çəkib meşə salsın. Sən gəlib onu qırasan. Təpənə dəysin belə sovqat, deyib oğlunun üstünə yeridi. Ağa Məmməd geri-geri addımladı. Bir ağac qırmaqla meşədə nə əskiş olacaq ay dedi. Onu bircə çubuğun ağrısından başa düşərsən, donuz. Əli Məmməd kişi əlindəki yaş budağı Ağamədin sağ qolunu indirdi. Balaca Gülməmməd küncə qısılıb heyrət içində bu mənzərəni seyr edir, bilmir dağlasın yoxsa gülsün.